Ətraf aləmə hərə bir cür baxır. Biz Azərbaycana və dünyaya yazıcı postuna baxacağıq. Postdan isə həm müşahidə aparırlar, həm müdafiə olunurlar, həm də atəş açırlar. Deyir, sən məni heç nə edə bilməzsən, hətta onu lağa qoyur ki, get, torpaqlarını qoru. Mənim yadımdadır ki, bu sözləri məcburi köçkün vaxtlarda bizim haqqımızda da işlədirdilər. Fikir də gəlib ora çıxır ki, biz Koroğlunu tarixdən silməliyik. Mən Sərdar Cəlaloğlunu doğrudan da Usta Zeynala bənzədirəm. Allah axırın xeyir eləsin. Bu Fərhad Xəlilovların, Mircavad Cavadovlardan aldığı qisasdır. Mən özüm də bundan şübhələnirəm. Əslində isə Əlisə Nicatla bağlı ən böyük problem tamamilə başqadır. Bu nədən ibarətdir? 90 yaşlı yazıcı niyə o şəraitdə yaşamalıdır? Salam dostlar, söhbətimizə Ukrayna ilə başlamaq istəyirəm. Deməli, aldığım məlumata görə, minlərlə xırda uçuş aparatı Rusiya səmalarını təhdid altında saxlayacaq. Bu məsələ müzakirə olunub. Yəni, Ukrayna prezidenti Zelenski bir balaca bu məsələdə tərəddüd eləyir. Çünki o mülki şəxslərə və dünyadan Rusiyaya gələn reyslərə maneçilik törətmək istəmir. Ancaq bir yandan da Rusiya hakimiyyətini sülhə məcbur etmə əməliyyatı davam eləməlidir. Burada əsas məqsəd, deməli, Rusiya imkanlılarının, oliqarxlarının, o insanlar ki, vətəndaşları ədalətsiz müharibəyə göndərib, ölümə göndərib, özləri isə xaricdə orada-burada kefə baxırlar, onların hərəkətlərini məhdudlaşdırmaqdır. Mənə görə çox ciddi bir addımdır və o insanlar öz həyatında, öz güzəranlarında müharibənin ağırlığını mütləq hiss eləməlidirlər. Totalitar cəmiyyətlərdə bildiyiniz kimi müharibənin bütün ağırları sadə insanlardan keçir. Onlar qurban gedirlər, o iqtisadi böhranlara onlar daha çox düçar olurlar və belə bir vəziyyətdə Rusiya elitasını, Ukraynanı işğal etmək istəyən siyasi elitanı hava məkanından sıxışdırmaq Ukraynanın çox, deməli, ağıllı bir addımıdır və inşallah öz nəticəsini verəcək. Belə bir vəziyyətdə başqa bir xəbər də sosial şəbəkələrdə qarşıma çıxdı. Bu, Kiyevdə, Rusiyanın paytaxtında Azərbaycan vətəndaşlarının, Azərbaycanlıların deməli küçəyə zibil atması ilə bağlıdır. Bir Ukrayna vətəndaşı video çəkiliş aparır və onlara mədəni şəkildə deyir ki, siz küçəyə zibil ata bilməzsiniz. Ancaq Azərbaycanlılar orada həmin adama müqavimət göstərirlər, onu təhqir edirlər. Hətta gənclərin biri əlindəki zibili təzədən atır küçüyə və deyir ki, sən məni heç nə edə bilməzsən. Hətta onu lağa qoyur ki, get, torpaqlarını qoru. Mənim yadımdadır ki, bu sözləri deməli, məcburi köçkün vaxtlarda bizim haqqımızda da işlədirdilər. Bəzən söhbət düşəndə deyirdilər, gedin torpaqlarınızı alın Ermənidən. Şəxsən mən bu, belə deyək, təhnizləri çox eşitmişəm. Xalq dilində belə deyirlər, təhnizləri. Məndə çox böyük xəyal qırıqlığı yaratdı. Həm də ona görə yaratdı ki, zibil haqqında mənim bir essem var. Elə adı da bu cürdür, zibil. Yəni, onun ictimai şuurda çox əhəmiyyətli rol oynadığını qeyd eləmişəm. Bir insan küçəyə zibil atırsa, deməli, onun ictimai şuuru yoxdur, onun vətən anlayışı yoxdur, onun cəmiyyət anlayışı yoxdur. Çünki o adam öz evinə zibil atmaz. Öz evinə zibil atan insanı yəqin ki, həkimə müraciət eləmək lazımdır ki, ona kömək eləsinlər. Ancaq adamlar evlərinə zibil atmadığı halda, öz qapılarının ağzını biraz qoruduğu halda, öz blokundan başlayaraq bütün şəhəri çox asanlıqla zibilləyə bilir. Məsələn, mən yaşayış yerlərinə gedəndə müşahidə aparıram. Çox az hallarda o şəhər mədəniyyəti olan məhəllələr istisna olunmaqla, kənar məhəllələrdə çox az hallarda bloklarda və binaların qarşısında səliqə-səhman zibil qutuları görürəm. Bu böyük bir faciədir və mənim fikrimi bilmək istəsəniz, Azərbaycanın ən tali yüklü problemləri məhz oradan başlayır. Bəzən növbə mədəniyyətini də bura daxil eləyirlər. Mənə elə gəlir, növbə mədəniyyətinə qədər hələ küçələri zibilləməmək anlayışımız formalaşmalıdır. Biz başa düşməliyik ki, şəhərə zibil atmaq olmaz. Mənim bax, barmağımın ucunda həmişə yüngül yanıqlar olur. Bunun səbəbi bilirsiniz nədir? Mən siqareti çəkirəm, onu atmağa yer tapmıram. Çox yerdə İAŞ xidmətləri də adamların küçəyə zibil atmağına öyrəşiblər. Ona görə zibil qutuları qoymurlar ki, onsuz da zibil qutusu ola-ola küçəyə atacaqlar. Və mən də zaman-zaman olub ki, əlimdə siqaret onu atmağa yer tapmamışam, məcbur olub əlimdə söndürüb onu cibimdə aparmışam. Mən bunu özümü nümunə çəkmək üçün
söyləmirəm. Sadəcə kitabların, cəmiyyətin içimdə tərbiyə elədiyi bir duyğudur ki, zibil olduğu halda belə küçəyə zibil atmaq olmaz və bütün qeyd elədiyim kimi problemlər bundan başlayır. Ukraynanın bu çətin günlərində, bu ağır günlərində orada küçəyə zibil atmaq isə heç olmaz. Bir Ukraynalı bunu sənə irad tutursa, sən ondan üzr istəyib, atdığın zibili götürüb, aparıb atmalısan zibil qutusuna. Əgər sən ona qarşı çıxırsansa, ikinci zibili küçəyə atırsansa, üstəlik də onu ged vətənini qoru, ged vətənini ruslardan qoru, məndən yox, mənim zibilimdən yox deyirsinizsə, sənin bircə adın var. Bu ad Uzunqulaqdır. Səmimi fikrimi istəsəniz, Azərbaycanın siyasi aləmində ən maraqlı insanlardan biridir Sərdar Cəlaloğlu və mən onun çıxışlarını görəndə həmişə məmnuniyyətlə dinləyirəm. Yəni diksiyası, məntiqi, savadı, dünya görüşü qənaətbəxşdir, yəni məni narahat eləmir və çox rahatlıqla dinləyirəm. Fikirlərini qəbul etdim, eləmədim, ona diqqətlə qulaq asıram. İllah da Azərbaycan kimi bir cəmiyyətdə ki, danışan yoxdur, ikinci də danışa bilən yoxdur. Yəni danışa bilənlərin çoxu danışmır, danışmaq istəyənlərin çoxu danışa bilmir və eyni zamanda həm danışa bilən, həm danışan insanların çoxu həqiqətləri söyləyə bilmir. Ancaq daha çox məthiyə ilə, tərənnümlə məşğul olur. Belə bir boşluqda, belə bir deməli maraqsız bir cəmiyyətdə Sərdar Cəlaloğlu təbii ki, dinləniləcək, maraq doğuracaq. Onun çıxışlarında dramaturgiya da var və fikirlərinin çoxu çox samballı və haqlı məqamlar da var. Ancaq birdən çox ifrata varmalar müşahidə edirəm. Öz intellektinə, dünya görüşünə, cəmiyyətdəki mövqeyinə uyğun gəlməyən söhbətlər də ondan eşidirəm və bu məndə təbii ki, təəssüf yaradır. Bütün hallarda kimisə təhqir eləməyin, söyməyin əleyhinəyəm ki, Koroğlu və Qaçaq Nəbi ilə bağlı fikirlərinə görə onun da üstünə hücum oldu. Mən əvvəlki mövqeyimdəyəm ki, hər kəs müzakirə oluna bilər, hər kəs haqqında hər cür fikir təhqirdən kənar deyilə bilər. Buna biz hazır olmalıyıq. İnsanları, cəmiyyəti, tarixi şəxsiyyətləri müzakirə etməliyik. Bu lazımdır. Gələcəyi qiymətləndirmək üçün lazımdır. Bəzən deyirlər ki, keçmişi niyə qurdalayırsan? Biz keçmişi ona görə qurdalayırıq ki, indi o səhvləri təkrarlamayaq. Deməli, Sərdar Cəlaloğlu'nun Koroğlu və Qaçaq Nəbi ilə bağlı fikirlərində bir məsələ çox dəqiqdir və çox cəmiyyət üçün çox lazımlıdır. O deyir, qanunlar işləməyən cəmiyyətdə, yəni sivil qaydalar qorunmayan cəmiyyətlərdə bu cür xalq qəhrəmanları qabağa düşür və eyni zamanda çox haqlı olaraq misal çəkir ki, kriminal avtoritetlər də bu cürdür. Bax, siz fikir verin, kriminal avtoritetlər daha çox Rusiya məkanında, SSR-də formalaşırdı. Postsovet məkanında onlar daha çox inkişaf eləmişdi. Bunun səbəbi odur ki, dövlət özü mafiya qaydaları ilə işləyir və birdən-birə bir insan, bir milli Robin Hood dövlətlə onu əzən, əslində bunun adı dövlət deyil, mafiyalaşmış hakimiyyətdir. Mafiyalaşmış hakimiyyətin əzdiyi insanlarla onların arasına girir, müəyyən yumuşaq şərtlər irəli sürüb, o arada bir balans yaradırlar. Bu cəmiyyəti idarə eləmək üçün hakimiyyətin özünün də razılaşdığı və qəbul elədiyi bir institutdur. Normal cəmiyyətlərdə bu cür insanlara ehtiyac yoxdur. Məsələn, sən gedirsən Rusiyada alver eləməyə, birdən-birə çox böyük zəhmətlərlə yığdığın pulu hansısa bir insan, bir nə bilim, adını dövlət nümayəndəsi qoymuş, hansısa hakimiyyəti təmsil edən bir nəfər gəlir, alır və sən haqsızlığa düçar olursan. Belə bir vəziyyətdə bir Azərbaycanlı, bir avtoritet, bir nə bilim, kimsə sənə kömək eləyir və istər-istəməz o sənin təsəvvüründə müsbət bir obraz kimi yaranır. Qaçaq Nəbi və Qaçaq Nəbi və Koroğlu obrazları da elə Qaçaq Kərəm obrazının özü də vaxtı ilə bu işləri yerinə yetirən, yəni milli Robin Hoodluq eləyən insanlardır. Onlar varlılardan alıb, belə deyək, kasıblara paylayan insanlardır ki, bunların xalq arasında böyük hörməti var, onlar haqqında dastanlar düzəlir, şeirlər qoşulur və böyük bir sevgi onlara bəslənir. Mən burada Sərdar müəllimlə razıyam ki, cəmiyyətdə bu cür insanları ideala çevirməklə biz xilas ola bilmərik. Biz daha çox dövlətçilik anlayışını istiqamətlənməliyik, demokratik cəmiyyətin qurulması üçün çalışmalıyıq, sivil qanunların həyata keçməsi üçün əlimizdən gələni etməliyik. Ancaq Sərdar Cəlaloğlu mənə görə harda böyük yanlışa yol verir. O, xalqın yaratdığı obrazları, kitaba, ədəbiyyata daxil olan obrazlarla deməli, zamana uyğun gəlməyən, heç vaxt deməli, bugünlə qəbul olunmayan bir mükaləməyə girir. Bu nədən ibarətdir? Və bu fikir də gəlib ora çıxır ki, biz Koroğlunu tarixdən silməliyik. Ancaq bir şeyi nəzərdən qaçırır ki, Koroğlu da, Qaçaq Nəbi də artıq folklor nümunələridir. Onlar Sərdar müəllimin, Sərdar Cəlaloğlunun bu götürdüyü imtahandan çoxdan keçiblər. Yəni,
xalqın sevgisi onları bu imtahandan çoxdan keçirib, onları əfsanələşdirib, onları mifləşdirib və bu gün biz Koroğlu deyəndə, Qaçaq Nəbi deyəndə, Həcər deyəndə, yəni bizə heç bir ziyan vurmayan bir bədii nümunədən, bir folklor nümunəsindən söhbət gedir, qorxmazlıq nümunəsindən söhbət gedir. Yəni biz heç vaxt Qaçaq Nəbi deyəndə təsəvvürümüzdə, Koroğlu deyəndə təsəvvürümüzdə gedib kiminsə var dövlətini əlindən alan quldur, oğru canlanmır. Əksinə yenilməyən, deməli, həqiqət qarşısında ölümdən qorxmayan, çəkinməyən, üstəlik hələ Koroğlunun sazı da var, o insanları mədəniyyətə səsləyir, insanları, məsələn, maksimum dastanlarda siz fikir verin, o vuruşmadan, döyüşdən kənara qaçır, yəni cəmiyyət üçün müsbət impulslar verir, eyni zamanda onun dastanında olan, Qaçaq Nəbi haqqında dastanda bir balaca zəifdir, ancaq Koroğlu dastanında olan şeirlər çox yüksək poetik nümunələrdir. Onu çox nəhəng sənətkarlar o şeirləri yaradıblar, Koroğlunun adını onlar ifa olunur və artıq bu milli bir kimliyə, milli bir şəxsiyyət vəsiqəsinə çevrilir və sırf onları biz tarixi şəxsiyyət kimi müzakirə etmirik ki, bu günümüz üçün də nəticə çıxardaq. Bu söhbətlər gəlir, çıxır Həcər Ələkbərovun reaksiyasına, özünü Nəbi ilə Həcərin kötücəsi kimi təqdim edən Həcər Əkbərov, mən onu tanıyıram. O vaxt kulisdə işləyəndə də biz ondan müsahibə almışdıq, çox maraqlı söhbətlər eləmişdi. Onun bu yaxınlarda mətbuata verdiyi açıqlamada da deyir ki, Qaçaq Nəbi Naxçıvanda da fəaliyyət göstərir. Belə görünür ki, o Sərdar Cəlaloğlunun ulu babasını səhvlərə görə cəzalandırıb və Sərdar Cəlaloğlu ona görə Nəbiyə qarşı belə bir mövqe tutur. Təbii ki, bu fakt da məndə bir dodaq qaşdı yaradır. Ancaq bilirsiniz, belə münasibətin belə də reaksiyası doğula bilər. Bir də nəyi demək istəyirəm Sərdar Cəlaloğlu ilə bağlı? Onun çıxışları məndə mədəniyyətə istiqamətlənən, yəni Koroğlu dastanını belə deyək, hədəfə gətirən çıxışları və bir də ümumiyyətlə Nəbi və tarixi şəxsiyyətlər Babək haqqında çıxışları məndə bir Usta Zeynal təəssüratı yaranır. Yəni niyə Usta Zeynal və ona görə ki, Sərdar Cəlaloğlu da bir siyasi partiya rəhbəridir və özünə aid olan sahə ilə məşğul deyil, siyasi fəaliyyəti çox məhduddur. Bu problemlərdən danışmaqdan, hakimiyyətə alternativ, çox ciddi məsələn, konsepsiyalar ortaya qoymaqdan, ölkənin daha tali yüklü, bu günlə bağlı məsələlərini müzakirə eləməkdən əlində bir qılınc tarixin üzərinə gedir və onlardan danışır. İndi siz sual verə bilərsiniz. Usta Zeynalı Mirzə Cəlil daha çox cəhalət nümunəsi kimi vermişdi, ancaq Sərdar Cəlaloğlu savadlı, intellektual bir insandır, bildiyim qədər həkimdir. Bəs bu necə Usta Zeynal ola bilər? Ola bilər. Mirzə Cəlil Usta Zeynalla təkcə cahil bir obrazı yox, həm də özünə dəxli olmayan, bu günümüzə aid olmayan, hətta inkişafa, tərəqqiyə mane olan söhbətlər eləyən bir insan obrazı yaradır. Və bu mənada mən Sərdar Cəlaloğlu doğrudan da hər dəfə, belə deyək, günümüzə o qədər də aidiyyəti olmayan məsələləri müzakirə eləyəndə Usta Zeynala bənzədirəm. Allah axırın xeyir eləsin. Hörmətli dostlar, yadınızdadırsa mən xalq rəssamı, Rəssamlar Birliyinin rəhbəri Fərhad Xəlilovla bağlı tənqidi bir çıxış eləmişdim. O sosial şəbəkələrdə, YouTube platformasında bizim elə proqramın özünün şərh bölümündə xeyli müzakirələrə səbəb oldu. Daha çox məni təqdir elədilər. Hətta inboxa çoxlu yazılar gəldi. Onların bir çox rəssamlar idi və dedilər ki, çoxunun indiyə qədər demədiyi söhbətləri demisən, çox sağ ol, mənə təşəkkür edirdilər. Mən də öz tamaşaçılarıma və polemika qoşulan insanlara minnətdarlığımı bildirirəm. Ancaq orada məni qınayanlar da oldu ki, Fərhad müəllim yaxşı insandır, yaxşı rəssamdır. Təbii ki, mən o fikirlərə də hörmətlə yanaşıram, ancaq qəbul eləmirəm. Yəni insanlığı ilə bir işim yoxdur, rəssamlığı ilə də o qədər bir işim yoxdur. Hərgah o qədər yaradıcılığına da bələd deyiləm, ancaq Rəssamlar İttifaqının sədri kimi onun fəaliyyəti sıfırın altındadır mənim düşüncəmə görə. Və yadınızdadır, mən orada Mircavad Cavadzadə ilə bağlı onun fikirlərinin qeyri-səmimi olduğundan danışmışdım və bugün biz onun faktiki şahidi oluruq. Deməli, həmin faktı bizə verən bizim hörmətli dostumuz, yazıcı Ülviyə Heydərovadır. Ülviyə xanımın Mircavadın qəbrinin şəklini çəkib Facebook şəbəkəsində paylaşması böyük partlayış yaratdı. Yəni, siz ekranda da görürsünüz Mircavad Cavadzadənin məzarını, bu çox baxımsız vəziyyətdədir. Hətta erməni işğalında olan qəbirlər bu vəziyyətdə deyil. Yəni uzaqbaşı işğal altında olan qəbirlər belə ola bilər. Və söhbət belə bir vaxtdan gedir ki, Fərhad Xəlilov bütün müsahibələrində Mircavad Cavadovdan danışır, ondan əməkdaşlığından danışır. Çünki Mircavad doğrudan da böyük bir rəssamdır, hətta ona dahi rəssam demək mümkündür.
Ancaq Sovet dövründən üzübəri onun azadlığını ona bağışlamayıblar. Mircavad hətta həbsə qədər gedib iş qaydalarını pozduğuna görə sərgilərinə mane olublar. Ancaq o heç vaxt Sovet konjunkturasına əyilmədi, boyun əymədi, məhrumiyyətlər içərisində yaşadı. Ancaq bugün Azərbaycan müstəqildir, onun məzarı bu səviyyədə baxımsız qalıb və 30 ildən artıq Rəssamlar Birliyinə rəhbərlik edən və Mircavadın dostuyam deyən Fərhad Xəlilov heç olmasa ildə bir dəfə, 2 ildən bir Mircavad müəllimin məzarını ziyarət eləməyə ehtiyac duymayıb. Halbuki dostluq da bir yana, həmkarlıq da bir yana, Mircavad müəllimin böyük sənəti də bir yana, Rəssamlar Birliyinin rəhbəri kimi bu onun birbaşa borcudur. Yəni adamın bir yubileyi olmadı mı, bir ölüm, anım günü, doğum günü olmadı mı? Bir dəfə onun məzarına gedib heç olmasa o otlardan onu təmizləsinlər. Siz məzarın şəklini görürsünüz və buna baxanda adamın ürəyi qan ağlayır. Bu təkcə Mircavada münasibət deyil. Müstəqil Azərbaycanda 30 ildən artıq müstəqil olan bir ölkəmizdə belə azad sənətkara, konjunkturaya əyilməyən istedadlı bir insana olan münasibətdir. Vaxtı ilə şair Əli Kərimə də təxminən buna bənzər bir münasibət var idi. Onun yeganə, nə evi olub onun bu dünyada, heç nəyi olmayıb. Yeganə doğulduğu rayonda bir məzarı var. Orada onun qəbrüstü abidəsini köçürmək istəyirdilər, adına olan parkı bağlamaq istəyirdilər. Mən yadımdadır, mətbuatda böyük səs-küy yaratdıq biz. Ora hətta xahiş elədim, bir də göndərdik yaxın televiziyalardan, hər kim keçən adamlardan. Və böyük bir təsirlə bu məsələnin qarşısını aldıq. Və indi mənə yazan rəssamlardan mən bir dənə sual soruşdum. Bu dəfə efirdə mən sizə çoxlu suallar verməyəcəm. Adətən mən danışanda suallar verirəm. Əslində cavabını bildiyim suallardır, retorik suallardır, onun cavabını siz də bilirsiniz. Ancaq bugün cavab verməyə çalışacağım. Sualımı rəssama ünvanladım ki, doğrudanmı Fərhad Xəlilov Mircavadın məzarını ziyarət eləməyə, orada səliqə-səhman yaratmağa belə ehtiyac duymayıb? Yəni bunun səbəbi nə ola bilər? Yəni bu laqeydlikdirmi bunun səbəbi? Yəni ən yaxşı halda biz buna laqeydlik deyək. Adını çəkmək istəmirəm, rəssamın biraz yəni etik deməli münasibətdən kənara çıxa bilər, özü lazım olsa açıqlama versin. O rəssam mənə yazdı ki, bu düşmənçilikdir. Bu həmişə Sovet konjunkturasına işləyən, deməli Moskva ilə bu və ya digər şəkildə əlaqələri olan və həmişə vəzifələrdə qalan insanların, vəzifə sahiblərinin, sənət adamlarının əsl milli ruhda yaradan, Azərbaycanı sevən, sözün həqiqi mənasında sənətinin fədaisi olan, o öz azadlığını heç bir komforta qurban verməyən insanlardan aldığı qisasdır. Yəni onun məntiqi belə oldu. Bu Fərhad Xəlilovların, Mircavad Cavadovlardan aldığı qisasdır. Mən o rəssamın deməli fikrini burada şərh eləmirəm, sadəcə bircə kəlmə deyə bilərəm ki, mən özüm də bundan şübhələnirəm. Son olaraq həftənin daha bir qalmaqallı məsələsindən Əlisa Nicatın verdiyi müsahibədən və ona qarşı olan hücumlardan danışmaq istəyirəm. Bildiyiniz kimi Əlisa Nicat belə bir fikir səsləndirib ki, Azərbaycan xalqı mənim üçün yoxdur, onlar 1000 nəfərdən ibarətdir. Dalınca da xalq haqqında xoşagəlməz bir ifadə işlədib, mən onu burada təkrarlamaq istəmirəm və buna görə bu həftə 90 yaşı tamam olan qocaman yazıcı, filosof da hesab eləyirlər. Yəni insanların hücumuna və təpkisinə məruz qalıb. Ancaq mən gəlin səmimi olaq, Əlisa bəyə deməli xalq tərəfdən hücumların səmimiliyinə o qədər də inanmıram. Çünki Əlisa Nicatın, xalqı Əlisa Nicatdan müdafiə edən insanların mütləq əksəriyyəti heç vaxt Azərbaycan xalqı ilə bağlı talı yüklü məsələlərdən danışa bilməyiblər. Bunlarla müqayisədə isə Əlisa Nicatın özünün uzaqda yox, elə bu günlərdə bizim naşir Şahbaz Xudoğluya verdiyi müsahibəyə baxa bilər. Orada Azərbaycan xalqı haqqında səsləndirdiyi fikirləri orada eşidə bilər. Yəni bu zaman-zaman belə olub ki, tanınan insanlar, ziyalı insanlar hissləniblər, gərginlikdən, filandan öz xalqı əleyhinə aşağılayıcı ifadələr işlətiblər. Mən bunu təqdir etmirəm, ancaq bunu böyük problemdə, böyük faciədə saymıram. Əgər Əlisa Nicat xalq haqqında aşağılayıcı ifadə işlədibsə, biz həmin ifadəyə də etiraz etməliyik. Ancaq buna etiraz eləyəndən sonra xalqla aşağılayıcı rəftar eləyən de facto insanlar haqqında da bu tənqidi səsləndirməliyik. Yoxsa ki, bizim adımız olar dil pəhlivanları. Əslində isə Əlisa Nicatla bağlı ən böyük problem
tamamilə başqadır. Bu nədən ibarətdir? 90 yaşlı yazıçı niyə o şəraitdə yaşamalıdır? Bax, sualın ən böyüyü budur. Yəni, bugün ədəbiyyatdan və kitabdan milyonlar qazanan, komfort şəraitdə yaşayan, oğluna, uşağına hər cür gün ağlayan, 50 yerdə ev alan insanların və qələm adamlarının hansı Əlisa Nicatdan xüsusilə istedadlıdır? İstedadlıdırsa, onu nə ilə biz sübut eləyə bilirik? Harda bir kəşfləri gedib dünyanı fəth eləyib, hansı bir romanla, hansı bir şeirlə, hansı bir kitabla? Çox demirəm, Gürcüstanı heyrətləndiriblər, Türkiyədə böyük maraq doğurublar. Yəni, kim bunu bacarıb? Aşağı-yuxarı orta səviyyədə yazan adamlarıq, orta səviyyəli yazıçılarıq, alimlərik, filosoflarıq. Əlisa Nicatdan fərqimiz, imkanlarımız qədər deyil ki, məsələn, hansısa bir X-in Bakıda 50 yerdə evi olsun, bağ evi olsun, rayonda mülkləri olsun. Əlisa Nicat isə öz xəstə ailəsi ilə normal bir şəraitdə yaşaya bilməsin və onun evini qızdırıcı ilə təmin eləmək üçün, onun kommunal xərclərini ödəmək üçün adamlara müraciət eləməli olsun ki, mənə kömək eləyin. İndi insanlar sağ olsun, ona müəyyən qədər kömək eləyirlər, ancaq bununla, yəni quyu məsələsi də su tökməklə quyuda su olmur. Yəni, adamın aldığı təqaüd bəllidir, vəziyyəti bəllidir. Yəni, belə bir insanı, qocaman bir yazarı, lap bunu biz heç filosof kimi də qəbul edəmirik, lap yazıcı kimi də o qədər bəyənmirik, amma bunun məsələyə o qədər də dəxli yoxdur. Yaşlı, 90 yaşına çatan, ömrünü kitaba həsr eləyən, öz azadlığını qoruyan, öz düşüncəsini qoruyan, öz fikirlərini qoruyan bir insanın normal yaşamaq haqqı var. Hətta bütün bunlar olmasa belə sadə bir 90 yaşlı Azərbaycan vətəndaşının normal yaşamaq haqqı var. Yəni, ilk növbədə biz buradan çıxış eləməliyik. Nəinki Əlisa Nicatın xalq haqqında işlətdiyi fikirlərə. Yəni, o sözü Əlisa bəyin işlətdiyi və mənim də qəbul eləmədiyim həmin ifadəyə görə onun üstünə gedən və onu təhqir edən insanlar bilməlidirlər ki, Əlisa Nicatın yaşadığı şəraitdə onlar bir həftə də yaşamazlar. Mənim yadımda da tanınmış media kapitanlarından birinin pulunu kəsmişdilər. O deyirdi, mən Azərbaycan vətəndaşlığından imtina edəcəyəm. Hətta dedi, imtina edirəm. Sonra başa saldılar ki, müəllim, adamın pulu kəsiləndə vətəndaşlıqdan imtina eləmir. Yəni, Azərbaycanın bir günahı yoxdur. Deməyim odur ki, 90 il Əlisa Nicat kimi yaşayıb, yəni əsəbləri salamat saxlamaq və ömür boyu xalqı haqqında müsbət sözlər də söyləmək mümkün deyil. Və biraz dəqiq araşdırsaq, Mirzə Cəlilin də, Mirzə Ələkbər Sabirin də analoji fikirlərini və sözlərini eşitmiş olarıq. Və böyük problem hardadır? Əlisa Nicata kömək eləmək istəyəndə təzədən bank problemi ortalığa çıxdı. Təsəvvür elə, bizim ixtiyar sahibləri, ədəbiyyat və mədəniyyət sahəsini idarə edən, xüsusən deməli, qeyri-hökumət təşkilatları, Yazıçılar Birliyi məsələn, onu hər şeydən məhrum eləyib. Səbəb də çox sadədir. Yazıçılar Birliyinin rəhbərliyini həmişə tənqid eləyir. Onun 30 il deməli, sədr seçilməsinə etiraz edən çox nadir adamlardan biri Əlisa bəydir. Ona görə dövlətlə Əlisa bəy arasında hər hansı bir əlaqə mümkün deyil. Onu ondan məhrum eləyiblər, dövlətin qayğısından tamamilə məhrum eləyiblər bir yazıcı qələm adamı kimi. Buradan indi xalq ona kömək eləyir. Məlum olur ki, bankların kartlara bu 5 limit məsələsi də oradan mane olur ki, adamlar buna kömək eləsin. İndi nə yaxşı o beynəlxalq banka müraciət olundu və onlar bu problemi aradan qaldırdılar. Amma Azərbaycanda keçən dəfə də dediyim kimi deməli, dovşana qaç, tazıya tut siyasəti adamı bu günlərə qoyur və bir gün sən də əsəbləşib deyirsən ki, belədir, üstünə düşürlər ki, bu xalqı sevmirsən. Əlisa Nicat bu xalqı sevməsə, ömrünü kitaba, yaradıcılığa həsr eləməz, ləyaqətlə yaşamaz və Əlisa Nicat deyəndə heç vaxt həmişə yaxşı şeylər biz düşünmərik. Sadəcə onun bəzi qəzəbli, hissli çıxışları var ki, bunun da altında, yenə deyirəm, ifadə tərzini təqdir eləmirəm, ancaq onun altında çox ciddi səbəblər var.